Dövlət İmtahan Mərkəzinin təzə toplularında bir neçə dənə testlər alın. Bilirsiniz, yazı gəlirsə, yazı gəlir yəni ki, çoxdancı illərdə biz iki feilin ardınca gəlməyi keçmişdik. Ya iki feilin biz belə edirdik, ortasına tu gəlirdi, ya da ikinci feilin sonuna nə artırdı? Ayıncı artırdı, bəli. Yəni, ya məstər gəlirdi, ya da ki, gerund gəlirdi. Bir neçə ifadə var ki, ingilis dilində. Mənalarına görə ya tu qoyacaq, ya ayıncı. Belə başa düşmək olmur. Hiss edirəm üzünüzdən ki, başa düşməyiniz. Deməli, necə olur? Məsələn, gəlin öz üzərimizdə tətbiq eləyək, canlı şəkildə. Görün, mənə bəxtim gətirəcək. Bu kitabı gətirməyən var. Nə gözəl, nə gözəl. Mənə lazım idi. Görən nadir Allah'da olur. Aylin xanım, qızım, soruşuram. Bu kitabı gətirməyən var? Aylin. Niyə gətirməmsən? Unutmuşsan. Denəm, etiraf edə. Etiraf edə. Unutun. Deməli, bu nədir? Bu öhdəlikdir, vəzifədir. Edilməli olan işi etməyibdir adam. Bu hissəyə, bu nüansı fikir verin. Edilməli olan işi neynəməyib? Etməyib. Yadına düşməyib ki, o kitabı çantasına qoysun. Aylin xanım bunu unutur. Unutmaq kimi də deyə bilərik. Əsas da belə desə yaxşı ki, Aylin kitabı çantasına qoymağı unutur. Bu halda tu işlədiləcək. Bəs nə vaxt ayıncı işlədiləcək? Ayıncı nə vaxt işlədiləcək? Çantasına kitabı qoyub, artıq hərəkəti icra edib. Evdə çantasına qoyub kitabı, gedib biologiya hazırlığına. Tutaq ki, deyək. Oradan da gəlib ingilis dilinə, bilirsiniz də, müddət getdikcə məlumatın aktivliyi azalır. Aylin içəri girəndə soruşuram ki, Aylin kitabı gətirmirsən, deyir ki, unutmuşam. Görür ki, kitabı neyini gətirib. Bu, icra edilmiş hərəkəti unutmaqdır. İcra edilmiş hərəkəti unutmaq. Evdən çıxanda, əksəriyyətimizdə ana, ata deyir, qapını bağla, düzdür? Qapını açıb qoyub gəlirsən. Bu icra edilmişdir, edilməmişdir? Edilməmiş. Öhdəliyini, vəzifəni eləməmişsən? Etməmişsən. Bu tudur. Və ya, ikinci versiyanı deyirəm. Qapını bağlamırsan, gəlmirsən yolda, dəfələrlə olur insanlarda bu. Yolda gedə-gedə yadıma salmaq istəyirsən ki, ayda mən qapını bağlamışam, yoxsa yox. Hərəkəti icra eləmirsən, ha. Amma unutmuşsan. Necədir? Dəstə sıra qalsın da şurada. Burada. Bundan qabaqki qrupda. 2 dənə cümlə deyirəm. Bir də bu testə baxaq. Birincidə deyir ki, mən tərk etməzdən əvvəl kitabı neyləmişəm? Unutmuşam. Düzdür? İkincidə nə deyir? Götürməyi unutmuşam. İkincidə nə deyir? Mən kitabı götürməyi unutmuşam. Sonra yadıma düşdü ki, başa düşdüm ki, o çantamdaymış. Aydın oldu. İndi bu testdə hansı olacaq? Yəni vəzifəsini çıxmazdan əvvəl unudub vəzifəsini yerinə yetirmək. Biz bu iki bənd arasında qalacaq da. Yəni, sorry, bir dəqiqə. Bu B-lə nəyin arasında qalacaq? C-nin arasında qalacaq. Bunlar niyə olmadığını deyin.
Bilirsiniz də bunlar niyə olmur? Ya to olmalıdır, ya ence olmalıdır. Məsdər bu formada zamanda işlənə bilməz və zamanda işlənən məhz es artırma olmaz. Cavab nə oldu? B variantı.